İngiliscə bilənə iş var yoldaşlar. Əgər aranızda ingiliscə bilən varsa, baxın belə bir iş var. Nə işidir? Direktor köməkçisi işidir. Çox şey tələb eləmir yoldaşlar bu sizdən. Kollecdədir. Star kollecdədir. Nə tələb eləyir sizdən? Əsas tələblərini bildirim sizə. Xanım olmalısınız. Sonra direktor xarici olduğu üçün, baxın, nəyə görə ingilis dili tələbi var? Onun mahiyyətini, mənasını, məqsədini sizə söyləyim. Direktor xarici olduğu üçün, yəni sizdən ən azı B1 səviyyəsi tələb olunur. Əslində, yəni yaxşı ki, speaking qoyublar. Yəni bu da bir xoş göstəricidir. Digər tələblər nədir? Məsuliyyətli olun, punktual olun, operativ olun, çevik olun. Yüksək məntiqi təfəkkürünüz olsun. Buna diqqət edin. Əgər yüksək məntiqi təfəkkür varsa, mənası ola bilər müraciət eləmək. Yoxsa ingilis dilini bilirəm, B1 səviyyəsində bilirəm. O məqsəddən müraciət etməmənizi tövsiyə edirəm. Təcrübə vacib deyil yoldaşlar, yəni önəmli deyil. Sadəcə məsuliyyətli, operativ və punktual olun. Baxın, mən sizə bir məsələni də xırdalayım. Bu vakansiyada 3 dənə vacib element var. 3 dənə vacib meyar var ki, siz ona fikir verməlisiniz. Bunun biri B1 səviyyəsində ingilis dilini bilməlisiniz. Bilirsinizmi? Bilirsinizsə, o zaman bu videoya baxmağa davam edin. İkinci bir özelliğiniz məsuliyyətli olmalıdır. Var məsuliyyətlisiniz? Elə bilirsiniz. O zaman yenə davam edin baxmağa. Üçüncü bir özelliğiniz operativ olmalısınız. Operativsiniz. Onda yenə də davam edin. Punktualsınızmı? Okey. Əgər punktualsınız, bu dediyim son bəndlərə uyğunsunuzsa, o zaman düşünə bilərsiniz bu işləri. Əks halda boşuna o müraciət eləməyinizə 5 dəqiqə belə vaxt keçsə belə, məsləhət görmürəm bu işə müraciət eləmənizi. Və qeyd edirəm ki, 600.000 manat qazana biləcəyiniz, əməkçisi ola biləcək bir işdir. Yəni, bazarlıqdan asılı olur o da, əlbəttə ki. Belə bir iş saatı da çox gözəldir, yoldaşlar. Nə mənada gözəldir? Yəni, səhər saat 8-dən 9-dan deyil, saat 12-dən axşam 9-a qədərdir. Nərmanovdadır, yoldaşlar. Ümumiyyətlə, ölkəmizdə bu tipli işlər çox olur. Yəni, direktor köməkçisi işi, reception, yazı pozu işləri çox olur. Lakin, məhz bu dediyim vakansiya digərlərinə nisbətən demək olar heç nə tələb eləməyən variantlar. Burada daha çox şəxsi keyfiyyətlərə daha çox ağırlıq verilibdir. Yəni, xəbəriniz olsun. Ona görə altını sizə sizin üçün xırdaladım, vurğuladım ki, baxın, o özəllikləriniz varsa müraciət edin. Yoxsa bir dənə ingilis dilini bilirəm deyə əlinizdə onu bayraq edib müraciət eləməniz sizə ziyan verə bilər. Həvəslənirsiniz, müraciət edirsiniz, amma sonra gözləyirsiniz ki, cavab gəlmir. Niyə gəlmir? Çünki siz daha ətraflı tanış olmamışsınız. Sadəcə bir dənə ingilis dilini eşitmişsiniz, vəssalam. Mən ingilis dilini bilirəmsə, deməli, bütün qapılar mənə çıxdır. Xeyr, sadəcə əsas şərtlərindən biri ingilis dilidir. Amma digərləri, misal üçün, şəxsi keyfiyyətdir. Nə idi? Məsuliyyətli olmaq, operativ olmaq, punktual olmaq. Artıq 3-cü dəfədir bunu mən sizin üçün təkrarladım. Bu və bənzəri digər işlərlə də tanış olmaq üçün və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı dəstəklər üçün əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Toğrul Əcəv adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.